Çin Birləşmiş Ştatlar üçün daha böyük təhdiddir. Bu fikirlər də səslənir. Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatında bildirilib ki, hazırda rəsmi Pekin Tayvan əleyhinə yönələn planı çərçivəsində malik olduğu imkanları daha da genişləndirir. Çinin getdikcə daha müasir arsenaldan, belə radarlardan yayına bilən qırıcı təyyarələrdən istifadəni genişləndirməsi də bunu sübut edir. Maraqlıdır. Çinin hərbi gücü ilə bağlı Birləşmiş Ştatları narahat eləyən amillər nələrdir? Birləşmiş Ştatlar və Çin arasında müharibə baş verərsə, Vaşinqton Pekini məğlub edə bilərmi? Uzun müddətdə Çini ən böyük rəqibi hesab edən Birləşmiş Ştatlar mümkün müharibəyə qarşı hazırlıq görürmü? Nə baş verir? Əməkdaşlarımızın araşdırmasını təqdim edirik. İstər hərbi, istərsə də kiber təhlükəsizlik cəhətdən Çin Birləşmiş Ştatlar üçün daha böyük təhdiddir. Bu barədə məlumat Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin illik hesabatında qeyd edilib. Sənəddə bildirilib ki, hazırda rəsmi Pekin Tayvan əleyhinə yönələn planı çərçivəsində malik olduğu imkanları daha da genişləndirir. Bundan əlavə, Çinin Birləşmiş Ştatların kiber təhlükəsizlik infrastrukturuna ciddi zərər vurmaq, eləcə də 2030-cu ilədək süni intellektdən daha geniş istifadə potensialına malik olduğu da vurğulanıb. Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Gabbard hesabatı şərh edərkən bildirib ki, Çinin hərbi komandanlığı hipersəsli silahlarda daxil olmaqla getdikcə daha müasir arsenaldan, habelə radarlardan yayına bilən qırıcı təyyarələrdən istifadəni genişləndirir. Pekin, Vaşinqtonun əsas strateji rəqibidir. Karada konvansiyonel silahların asker gücü sayısı Çin'in insan kaynağı çok olmakla beraber yeni silah sistemleri ve füze sistemlerinin mevcudiyeti önemlidir. Bu durumda genel anlamda baktığımız zaman karada Çin'le Amerika Birleşik Devletleri'nin eşit olduğunu söyleyebiliriz. Hava kuvvetlerinde Çin Amerika Birleşik Devletleri'ne göre daha geri seviyededir. Deniz kuvvetlerinde ise Çin gemi sayısı açısından ve donanma gücü açısından Amerika Birleşik Devletleri'ni geçmiş ve şu an dünyanın bir numaralı deniz kuvvetleri haline gelmiştir. Çinin iqtisadi sahədə olduğu kimi hərbi sahədə də gücünün anidən artması Vaşinqtonun Pekinlə tək başına mübarizə apara bilməyəcəyini düşünməsinə səbəb olub. Belə ki, fərqli qitələrdə olmaları, insan sayı baxımından Çinin üstünlüyü və buna bənzər bir sıra amillər Ağ Evin müəyyən addımlar atması ilə nəticələnib. Hətta Trumpın Avropanı qarşısına almaq bahasına belə olsa, Rusiyanın əlaqələrini düzəltmək cəhdləri son dövrlərdəki çıxışlarında Şimali Koreya lideri ilə görüşmək və Pxenyanla aralarını düzəltmək istədiyini bildirməsi də bunu açıq şəkildə göstərir. Görünür, Birləşmiş Ştatlar indiki məqamda kartını Çinin müttəfiqlərini özünə qarşı çevirməyə və gələcəkdə müharibə baş verərsə, Pekini birlikdə məğlub etməyə çalışır. Trump hakimiyyətə gələndən sonra Rusiyaya qarşı vəziyyət dəyişib, onlarla siyasi məsələlər başqa yöndə aparılır. Yəni, Trump Rusiyaya düzəlişlər etməklə Rusiyanı özünə tərəf çəkmək istəyir. Eyni zamanda təkcə Rusiyanı yox, həm də Şimali Koreyanı. Artıq o Trump öz çıxışlarında da Şimali Koreya ilə yaxın zamanda görüş keçirmək istədiyini bildirir. Və bu da nəticədə həm Rusiyanı, həm Şimali Koreyanı öz tərəfinə cəlb edərək gələcəkdə Çinlə müharibədə onlardan istifadə etməsidir. Çinin artmaqda olan hərbi gücü, eləcə də Birləşmiş Ştatların buna qarşı müəyyən tədbirlər görməsinə baxmayaraq, iki ölkə arasında yaxın 5-10 ildə savaşın çıxması gözlənilmir. Çünki həm Pekin, həm Vaşinqton, həm də müharibəyə cəlb olunacağı düşünülən müttəfiqləri böyük nüvə arsenalına sahib ölkələrdir. Bu isə mümkün hər hansı münaqişənin dünyanı fəlakətə sürükləyəcəyini deməyə əsas verir. Odur ki, Çin və Birləşmiş Ştatlar iqtisadi, siyasi, hərbi, eləcə də silahlanma yarışına girsələr belə, sonda tərəflər müəyyən mənada bir-birlərinə güzəştə getməyə məcbur olacaqlar. Əlbəttə, Çin çox güclü, belə deyək, son zamanlar yeni tarixdə, belə demək olarsa, silahlanan, texnologiyasını inkişaf etdirən, nüvə silahına malik və bugün müasir silahlarla istehsalını hərbi sənaye kompleksi olan, böyük ordusu olan bir ölkədir. Həm ABŞ, həm Çin nüvə silahına malik olan ölkələrdir və burada kim qalib gələcək, əlbəttə nüvə silahı olan ölkələrin müharibəsi heç kimin qalibiyyəti ilə
nəticələnməyəcək. Qeyd edək ki, Birləşmiş Ştatların çoxsaylı sanksiyalarına baxmayaraq, Çin son olaraq avtomobil istehsalı sahəsində də liderliyi əlinə alaraq dünyanın ən böyük iqtisadi gücü olmağı əlində saxlayır. İlk başlarda hərbi sahəni görməzdən gəlsə də, hazırda Pekin həm hipersəs raketi, həm 6-cı nəsil qırıcı təyyarə üzərində çalışır, həm də kosmik sahədə fəaliyyətini artırır.